Bugünkü videomuz Üzeyir Hacıbəylinin testlərinə həsr olunub. Videoya keçməzdən əvvəl kanala abunə olub, bəyənib, yorum yazsaz sevinərəm. Belə bu şəkildə mənə dəstək olmuş olarsınız. Birinci sualımız belədir. Üzeyir Hacıbəyli nə vaxt və harada anadan olmuşdu? 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olub. Üzeyir Hacıbəylinin ilk musiqi müəllimi kim olmuşdu? Cavabımız burada Əbdülrəhim bəy Haqverdiyev var, Cəbbər Qaryağdı oğlu var, Ağalar bəy Əliverdibəyov, Müslüm Maqamayev. Cavabımız Ağalar bəy Əliverdibəyovdur. Üçüncü sualımız Üzeyir Hacıbəyli hansı illərdə Qori müəllimlər seminariyasında təhsil almışdı? Üzeyir Hacıbəylinin deməli təhsil illərini biraz qarışdırır bəzi müdavimlər. 1897-99-cu illər onun Rus-Tatar məktəbində aldığı təhsil illəridir. Cavabımız 1899-1904-cü illərdir. Seminariyada hansı musiqi alətlərində ifa etməyi öyrənmişdi? Cavablarda var tar, kamança, skripka, violonçel və nəfəsli alətlər. C variantı da fortepino və orqan, D də qarmon və saz. Düzgün cavabımız skripka, violonçel və nəfəsli alətlərdir. Üzeyir Hacıbəylinin mətbuata çap olunmuş ilk felyatonu necə adlanır? Cavabımız dəlləkdir. Dəllək felyatonu hansı qəzetdə çap olunmuşdu? Düzgün variantımız Şərqi Rus qəzetidir. Üzeyir Hacıbəyli 1905-ci ildə hansı təşkilatın üzvü idi? Burada var Difahi, Cavanlar İttifaqı, Hürriyyət Müsavat, Cavanlar İttifaqı. Üzeyir Hacıbəylini jurnalist kimi məşhurlaşdıran qəzet hansıdır? O bilir ki, bir çox qəzetdə, jurnalda çıxışları olub. Cavablarda Kaspi, Həqiqət, Tərəqqi, İrşad variantlar var. Düzgün cavabımız isə İrşad qəzetidir. Üzeyir Hacıbəyli ciddi məqalələrini hansı təxəllüslə yazırdı? Daha çox hansı təxəllüslə yazırdı? Bir çox təxəllüsdən istifadə edirdi. Mən çox filan kəs ləqəbindən istifadə edirdi. Şərqdə ilk opera hesab olunan əsər hansıdır? Leyli və Məcnun 1907-ci ildə yazılıb. Operanın əsasına hansı əsər Leyli və Məcnun operasının əsasında hansı əsər dayanır? Üzeyir Hacıbəyli Füzulinin poemasına müraciət edərək opera yazmışdı. Leyli və Məcnun operasının ilk tamaşası hansı ildə olmuşdu? Əsər opera 1907-ci ildə yazılıb, 1908-ci ildə də səhnəyə qoyulub. Həm bu Azərbaycanda ilk opera idi, həm də bu Şərq və Qərbin necə deyim, birləşməsi. Burada həm biz opera klassikdə opera ənənələrini görürük, həm də Azərbaycan muğamlarından istifadə olunub, belə deyək. Həm yəni Şərq və Qərb ənənələri birləşib, belə deyək. Leyli və Məcnun operası neçə pərdə və neçə şəkildən ibarətdir? B variantı düzgün cavab və bunu demək istəyirəm ki, biz ümumiyyətlə bu Leyli Məcnuna aid deyil, ümumiyyətlə də yəni opera və baletlərə aiddir bu deyəcəyim şey. Biz bu operalara, baletlərə baxanda biz müxtəlif kitablarda pərdə sayında və şəkillərdə fərqlər görə bilirik. Bunun səbəbi onların redaksiyalarının fərqli redaksiyalarda təqdim olunması idi. Yəni musiqişünaslar hansısa bir redaksiyaya əsaslanaraq o mövzunu hazırlayırlar, lakin o redaksiyalarda fərqlər ola bilir. Biz isə onu oxuyanda biz deyirik, yəni burada bu sayda pərdə var, yəni burada bu qədər pərdə var, niyə fərqlidir? Yəni bunun səbəbi budur. O redaksiyalardan asılı olaraq elə dəyişir, yəni fərqli redaksiyalarda təqdim olunur. Operanın partiturasını əvəz edən ssenari necə adlanır? Bu direksiyon adlanır. Üzeyir Hacıbəyli hansı əsəri Azərbaycan dilinə tərcümə etmişdi? Bu deməli ki, Şinel əsəri idi. Gogolun Şinel əsərini tərcümə edib. Ər-Arvad operettasının premyerası nə vaxt olmuşdu? Premyera 1910-cu ildə təqdim olunub, yəni baş tutub. Biz bilirik, Ər-Arvad operettası inqilabdan əvvəl yazılmış bir əsər idi. O olmasın, bu olsun operettasının premyerası hansı ildə olmuşdu? Cavabımız 1911-ci il.
Arşım Alalan operettasının premyerası nə zaman baş tutub? 1913-cü ildə. Üzeyir Hacıbəyli 1911-ci ildə musiqi təhsilini davam etdirmək üçün hansı şəhərə gedib? O Moskvaya gedib. Peterburg Konservatoriyasında harmoniya üzrə müəllimi kim olmuşdu? Onun deməli müəllimi variantlara baxaq. Ladukhin, Şerbaçov, Qantşin, Kalafatti. Düzgün variantımız Kalafatti idi. Azərbaycanda ilk musiqi texnikumu hansı ildə Üzeyir Hacıbəyli tərəfindən təşkil edilib? Bu 1920-ci ildə təşkil olunub. Deməli, sualımıza baxaq. Azərbaycanda ilk notlu xalq çalğı alətləri orkestri hansı ildə yaradılmışdı? 1931-ci ildə yaradılıb. Azərbaycan xalq musiqisinin əsasları fundamental əsəri hansı ildə tamamlanmışdı? 1945-ci ildə. Əslində belə deyirlər ki, yəni mən məlumatlarda belə oxumuşam ki, əsər əslində 40-cı illərdə tamamlanıb və bu əsər, deməli fundamental əsər bu tarixi hadisələr səbəbilə yəni çap olunmayıb, təqdim olunmayıb. Ona görə 5 il yubanıb. Ona görə bəzi bu elə kitablarda Üzeyir Hacıbəyli haqqında kitablarda deyilir ki, bu əsər əslində 40-cı illərdə tamamlanıb. Amma bu tarixi hadisələr səbəbindən 45-ci il olaraq yəni çapa verilibdir, yəni. Ona görə bu sual biraz necə deyim, yanaşmadan asılı olaraq dəyişilir. Yəni çap olunma tarixi ilə bitməsi arasında biraz fərq olduğu üçün, yəni 40 da düzdür, 45 də düzdür belə deyək. Üzeyir Hacıbəylinin şah əsəri hesab olunan opera hansıdır? Deməli ki, bu əsər Koroğludur. Niyə görə Koroğlu şah əsərdir? Çünki həm orada qəhrəmanlıqdan söhbət gedir. Xalq qəhrəmanlıq, deməli qəhrəmanlı oğlu olan Koroğludan bəhs olunur. Həm orada tema fərqlidir, həm yanaşma fərqlidir, həm də Koroğlu operası deməli ilk operadır ki, sırf bu necə deyim, opera, klassik opera ənənələrinə əsaslanaraq yazılıb da, yəni. Avropa ənənələrinə əsaslanaraq yazılıb bu Koroğlu operası. Yəni ondan qabaqki operalarında bu bizim muğamlardan istifadə olunub, şərq-qərb sintezi öz əksini tapır. Amma burada sırf elə bir o sırf klassik opera ənənəsi ilə yazılıb. Üzeyir Hacıbəyli nə vaxt vəfat eləmişdi? Deməli ki, Üzeyir Hacıbəyli 23 noyabr 1948-ci ildə vəfat eləyib.